Şeydə qalır, bir xəbər yoxdur. Xalam həm də qaynanam, o da itkindir. Bir məhəllə idik, bütün əmilər, yoldaşımın əmiləri, Eldar, Rəfil, onlar da itkindir. İtkinlərimiz çoxdur, saymaqla qutarmır. Bu da mənim həmi Slavyan Universitetində təhsil alırdı, Ülfət. Ülfət evin bir oğluydu, burada institut okurdu, qeyrətə yol vermədi valla. Keçdi, qiyabi gəldi, bir tüfəng tapdı, ondan vuruşurdu. Həmin yol o ki, 13 nəfər ki götürdülər, onun içindəydi bu ülfə. Oradan gəliblər, bax bununla bərabər olanlar neçəsi rəq bastırılmışdır, Allah köməyiniz olsun. Tapısız, bəli. Bax bu da həmin vaxt. Həmin vaxt onun anası, evin bir oğluydu, anası da girov düşmüşdü. Anasına demişdi ki, onun anası mənə danışdı, girovluğa gələndən sonra. Heç kimə danışmırdı, bacısı deyir mənə danışmıyor. Deyir mənə, o qədər gözəl qadın idi ki, başında da bir şal varmış belində, deyib ama sənin gözəlliğini görməsinlər, başına o şalı bağla, gözəlliyini görməsinlər. Həm də xalam nəvəsidir, həm də yoldaşımın bacısı oğludur. 13 filmində o... Oradadır, Ülfət Əliyev, Ülfət Əliyev. Həmin günü deyib məni, həqiqətən də deyib ki, Qarabağ döyülmüşlər, əlində də voyanlı paltarı varmış. Deyib ki, niyə sizin o bizim Qarabağ Azərbaycanındır, o 13 nəfəri çıxardıflar çölə. Deyib ki, mama, məni aparanda çığırma. Bax, o Dədə Qorqudda ki, deyir ya, ana, bax, həmin hadisələrdə, həmin tarixdir, davam eləyir, həmin tarixdir, tariximiz davam eləyir. Deyir, səndə 5 yer. O Dədə Qorqudda deyir anasına. Bu da elə. Zoya, adı Zoya'ydı. Dedi ki, çoxlu qar yağmış, deyir, bunlar çıxartdılar. Çıxardana deyir, güllə səsləri eşidildi, bir də partavoy maşın səsi eşidildi. Deyir, dedik ki, hamısını güllələdilər, yıxdılar, bırak pardılar. Amma deyir, sonra nəyəsə çıxardılmışlar bunlar hərdən birdən. Deyir, gözaltı baxdım ki, qarın üstündə qan yoxdur. Bunları aparıb tamam başqa yerlərdə bastırdılar da, həmin deyir, harada o deyir, tapılır.